gözləyirik. Maç başladı. Kadi qapıya Zaceferov və Zubir. Topu qapıdan keçirir, Qarabağ hesabı açır. Abdullah Zubir. Bu standart vəziyyət gol getirir Qarabağa. Kapitan fərqlənir və meydan sahibləri hesabda önə çıxırlar. Offside yoxdur, daha geridədir Abdullah Zubir. Zaceferov Kadi'nin zərbəsi ilə bacardı, amma Zubir'in yaxın məsafədən vurduğu zərbəni çıxarmaq qeyri-mümkün idi. Müdafiəçilərdən də heç kim yox idi yaxınlıqda. O qədər də yaxşı oturmadı top Zubir'in ayağına, amma bu ona mane olmadı. Qarabağ 1, Neftçi 0. Eğer yadınızda qaldısa, diqqət yetirdinizsə, həmin epizodda gəlin izləyək. Burada Nəriman Axundzadə qabaqlayır, Höcət Akverdi, Nəriman Axundzadə. Nəriman davam edir, Zubir özünü çatdırır və Zaceferov topu tutur. Uzun ötürmə sayəsində burada. Qırara baxırıq, Mateus Silva'dan gəldi bu ötürmə. Nəriman qabaqlaya bildi Höcət Akverdini, amma Yuri Matias dəstəyi verdi. Meydançında Darbo. Ramil Şeydayev çevrilir, zərbə və Koxaçkidən seyf. İlk ciddi təhlükə Qarabağın qapısı qarşısında. Və Elvin Cəfərquliyev biz də baxırıq, bax belə yayındı. Alex Fernandez asan olmasa da bunu bacardı. Çətin vəziyyətdədən bu Darbo nəsə etməyə çalışdı, neçədə top Ramil Şeydayevə düşdü. Onun da arxası qapıyaydı, amma zərbə indirə bildi Ramil. Quldan da burada bir qədər səkdi top, istiqamətini dəyişdi. Yaxşı şansıdır Neftçi üçün və diqqət yetirdinizsə bu dəfə də Ervin Kofi'nin. Top yenə ondadır. Yankovic sağ cinaha ötürür. Top çatır Torala. Toral qəbul edən kimi yayınır. Zərbə qapı istiqamətini Zaceferov xilas edir. Qarabağ davam edir. Abdullah Zubir. Zubirdən təkrar Torala doğru düşünmüşdü, amma əla diagonal ötürmə Yankovicdən. Top qəbulda gözəl idi. Toral Bayramov da yoxladı buradan çərçivəni və Zaceferov uzanaraq komandasında top saxlaya bilmədi. Kofin ötürməsi geri dəqiq. Benzia. Burada indi Qarabağın növbəti fürsəti var. Zubirin ötürməsi Elvin Cəfərquliyev qapı qarşısına və Zaceferov. Necə şığıdılar cərmə meydançasına. Hər tərəfdən dəstəyi var idi. Elvin Cəfərquliyev qapı qarşısına topu ötürürdü və Zaceferov. Benzia təkrar Kadi'yə doğru. Kadi keçir. Höcət Akverdinin müdaxiləsi var idi. Baxırıq. Toxundu son anda Kadi'nin ayağına Höcət Akverdi. Benzia zərbə və top qapıdadır. 2-0. Qarabağ fərqi artırır. Yasin Benzia. Üstündə 6-cı golunu vurur o da. Abdullah Zubir kimi. Müdaxiləsi hər bir halda topa deyildi. Sadəcə bir qədər bəlkə ayağını yığışdıra bilərdi, amma özünü çatdıra bilmədi. Və toxundu Kadi'yə. Müdaxilə gözlə aşkar göründü zənnimcə. O qədər də ciddi yoxlanışa da burada zərurət görülmədi. Qarabağ fərqi artırdı. 2-0. Kofi qabaqladı. Kadi'dən irəli. Nəriman tək-bətək. Nəriman Axundzadə 3-0. 3-0. Nəriman Axundzadə mövsümdə 9-cu gol. Uzaqlaşdırılmışdı top sanki. Amma baxın, bax bu səhv Ervin Kofi'nin bu yöndəmsiz oyunu və nəticədə Kadi'nin ötürməsindən sonra tək-bətək qalır
Nəriman və topu qapıdan keçirir. Bu fürsəti boşa vermir. Sağında və solunda müdafiəçilər var idi. Top da kifayət qədər sürətli idi, amma özünü çatdırır və lazım olan məqamda, lazım olan zərbəni endirir. Sol ayağı ilə Nəriman. Darboya doğru ötürmə qeyri-dəqiq. Abdullah Zubir, yenə boşluq var eyni cinahda. Leandro Andrade, Leandro yaxınlaşır cərimə meydançasına. Zubir, pauza edir burada Abdullah Zubir, nə edəcək, ötürməsi geri, zərbə qapıya. Arzan Cəfərov xilas etməyi bacarır, davam edir. Toral Bayram. Mərkəzlə, Benzia, yenə böyük qüvvə ilə gəlib Qarabağ. Benzia özü gedir hələ ki. Benzia elini ötürməsini verir. Elvin Cəfərquliyev topla Elvin. Qapı qarşısına Leandro. Topladı Toral. Çəkir sola. Toral ötürməni verir. Yenə Leandro boşdur. Leandro! Topu mərkəzdə istədiyi qədər saxlaya bilmir Neftçi. Daha tez hücuma çıxmağa çalışırlar. İndi fürsət var. Ramil Şeydayev qapı qarşısına. Dembo Darbo! Və burada topu çıxarır Yasin Benzia qapıda. Real fürsət. Maçın ən real fürsəti Neftçi üçün. Və Yasin Benzia bu dəfə Kraskar rolunda. Kohalskiyə dəyən top. Bir qədər sonra Emin Mahmudovun ötürməsi. Çalışdırır topu Qarabağ. Ozobiç'e gəlir top. Ozobiç sağa, dəqiq ötürmə. Emin özünü çatdırır. Cərimə meydançasında 7 Neftçi futbolçusu var, ötürmə. Kohalski uzaqlaşdırır, zərbə qapıya. Daha bir zərbə Yuri Matistirdən dönür. Bu dəfə də alınmadı. Neftçidən ard-arda ikinci təhlükəli epizod. Yuri Matias da fərqlənə bilmədi. Baxırıq təkrara. Belə gəldi. Ötürmə cərimə meydançasına. Zərbə indirildi. İkinci zərbə Yuri Matias'tan və top tirdən döndü. Daha bir təkrar. Ötürmə Emin'dən. Zərbə Alex Fernandes'dən alınmır. Top oturmur ayağına. Boşa gedir Neftçi'də. Alex'in zərbəsi. Ramil Şeydayev. Sol cinaha. Emin Mahmudov. Və maçın final fiti səslənir. Qarabağ bu mövsüm 4-cü dəfə Neftçini məğlub edir və bu dəfə də quru hesabla. Qarabağ 3, Neftçi 0.